Coca-Cola və Pepsi içkilərinin nə ilə fərqlənməsi ilə bağlı müzakirələr çoxdan gedir. Belə ki, eyni ölkədə bir-birindən asılı olmayan iki şəxs bənzər içkilər hazırlayırlar. Coca-Cola Atlantada yaşayıb işləyən John Pemberton adlı əczaçı tərəfindən yaradılıb. Pepsi isə New Bern'da yaşayan Caleb Bretham adlı əczaçı tərəfindən hazırlanıb. Hər iki kimyaçı öz məhsullarını xəstələr üçün yaradıblar. Lakin onların fərqli məqsədləri var idi. Atlanta içkisi, yəni Coca-Cola, sinir sistemini stimullaşdırırdı. Pepsi isə həzmi yaxşılaşdırırdı. İki nəfər eyni ölkədə yaşayır və bir-birindən xəbərsiz idilir. 19-cu əsrdə rabitə vasitələri hələ yeni inkişaf etməyə başlamışdı və şəhərlər arasında əlaqələr zəif idi. Əczaçılar bir-birindən xəbər tutanda, içkilər artıq öz müştərilərini toplamış və məşhurlaşmışdı. Bəs Coca-Cola Pepsi'dən nə ilə fərqlənir? Qazlı suyun ilkin resepti tərkib hissələrinə görə fərqlənirdi. Coca-Cola tərkibində kokain olan koka yarpaqları əsasında istehsal edilirdi. Pepsi'nin tərkibində isə alma pektini vardı. Bu ingredient həzmi stimullaşdırmağa kömək edirdi. Lakin zaman keçdikcə hər şey dəyişdi. İstehlaç bazarında birincilik uğrunda mübarizədə istehsalçılar reseptləri dəyişdirdilər. Bu həmişə faydalı olmurdu. Bir dəfə narazı istehlaçılar hətta Coca-Cola şirkətini məhkəməyə verdilər. Onlar içkinin ilkin dadının bərpasını tələb edirdilər. Məhkəmə onların tərəfini tutdu və Coca-Cola əvvəlki dadına qayıtmalı oldu. Mübarizələr 19-cu əsrin sonunda başladı. Coca bitkisinin narkotik kimi tanınması və qadağan edilməsi vəziyyəti çətinləşdirdi. Hər bir şirkət öz müştərisini saxlamaq üçün mübarizə aparırdı. Pepsi rəqibinə əsas zərbəni 20-ci əsrin 30-cu illərində vurdu. O zaman ABŞ-da iqtisadi böhran baş vermişdi. Həmin dövrdə əhalinin maddi durumu aşağı düşmüşdü, Pepsi isə əvvəlki qiyməti saxlamaqla butulkalarının həcmini 2 qat artırdı. Belə bir marketinq gedişi sayəsində o satış həcminə görə rəqibinə çox yaxınlaşdı. Eyni qiymətə daha böyük şüarı şirkətin vizit kartına çevrildi. Pepsi hələ də məhsullarını Coca-Cola'dan bir qədər böyük həcmdə qablaşdırır. 20-ci əsrin 80-ci illərində qapalı testlər keçirilirdi. İnsanlara adını bilmədən qazlı suyu dadmaq və tərkibə qiymət vermək təklif olunurdu. Test iştirakçılarının əksəriyyəti Pepsi-ni seçdi. Məğlub olan istehsalçı isə kola qozu əsasında yeni dadlar icad etməyə başladı. Bu dadlar isə müştərilər tərəfindən müsbət qarşılandı. Tərkibləri bənzər olduğu üçün Pepsi'nin Coca-Cola'dan nə ilə fərqlənməsi sualına tam cavab vermək çətindir.